Quranda da həqiqətən bu Mövlud günlərinə Allah xüsusi əhəmiyyət verir. Məryəm surəsi 15-ci ayədə Yahya peyğəmbər barəsində Allah buyurur, deyir: "Və salamun aleyhi yevme vulid." Salam olsun ona doğulduğu gündə. Görürsən Allah onun doğum günün qeyd edir. Bəli, çox maraqlı məqamdır. Həqiqətən təsəvvür eləyin. Allah Yahya peyğəmbərə o cür doğulduğu günə bir salam olsun. Lakin İslam peyğəmbərinin misli bərabəri yoxdur. Bəli. Allah yanında ən üstün şəxsdir və ondan üstünü gəlməyəcək. Bəli. Və belə bir günün, belə bir şəxsin doğum günü aydın məsələdir. Bundan da üstündə Allah ona da salam verir. Ondan artıq salam verir. Ondan artıq da qeyd edilir. Lakin biz müsəlmanlar bəzi qismlər deyir ki, bu bidətdir.